Yenə Məhərrəm ayı gəldi. Başlayırlar kasıbın o pulu ilə, dilənçi pulu ilə, nəzir qutularında yığılan pullarla bəzi pul o molla bazlar, dini bazlar ehsanlar təşkil eləyirlər. Güya İmam Hüseynə ehsan verirlər, Hüseynə ehsan verirlər. Həmin o dilənçi pullar ki yığılır, nəzir qutularında dilənçi pulu, kasıbın öz pulu ilə, hamam suyu ilə özlərinə dost tuturlar da. Belə bir məsəl var da. Hamam suyu ilə özlərinə dost tuturlar. Kasıbın o pulu ilə aparırlar, ehsan verirlər. Bu da olur ki, güya bunlar ehsan verənlərdir, ehsan pərəstlərdir, bəzi dini bazlar. Mən həmişə demişəm, yenə deyirəm, bax gedin, ziyarətlərə gedin, ziyarət edin. Amma o nəzir qutuları var ha, o nəzir qutularına nə pul salırsınızsa salmayın, atmayın o pulu. Aparın öz əlinizlə kasıba verin. Bəziləri başlayacaq, mən kasıbam, mən 1 manat atmışam. Ay bədbaxt, o 1 manatı atdığı var, həmin o 1 manatı apar ver kasıba da, öz əlinlə ver də. Sənin pulunla varlanırlar, nəzir qutularında varlanırlar, yığılır o pullar, varlanırlar. Villalar tikirlər, bahalı maşınlar alırlar, lazım gələndə səni də saymırlar. Yalandan Hüseynə güya əzadarlıq keçirdirlər. Nəzir qutularından yığılan o pulları aparırlar kasıblara, güya su paylayırlar, güya nə bilim, kişisiz öz qazancınızla onu eləyin. Cəfər Sadiq 6-cı imam deyirlər, Cəfər Sadiq deyir, hər yer Kərbala, hər gün Aşura. Yəni o Aşuranı hər gün eləyin. Aşuranı hər gün keçirdin. Yoxsa gedirlər nəzir qutularından bir dənə Məhərrəm ayında birindən 10-nacan, hələ 7 gündə oradan, 17-sinəcən də deyək ki, hər gün yalandan ehsan zat verirlər, nəzir qutularından yığılan o pulları aparırlar, verirlər kasıblara, bir su alırlar, nə bilim bir xurma alırlar, adını da qoyurlar ki, bunlar ehsan verirlər, bunlar Hüseynə ehsan verirlər. Sən əgər Hüseyn zalıma qarşı çıxıb, sən də zalıma qarşı çıx ki, ay dini bazlar, harda zalım görsən ona qarşı çıx, dillə də cihad var, lazım gəlsə dilinlə cihad elə ki, başa düşdün, onu bacar ki, nəzir qutularından yığılan o pulları kasıbın pulu ilə aparıb kasıblara, hamam suyu ilə özünüzə dost tutub aparıb kasıblara nəzir verməyin. Öz qazancınızla verin, öz qazancınızla alın. Mənim bütün videolarımı izləmək üçün kanalıma abunə olun, keçmiş və gələcək videolarımı izləyin. Nə deyim, nə deyim?